Güzgü neyronları kəşf olunandan sonra elmə məlum oldu ki, əslində bizim insanları hiss etməyimiz, onların hərəkətlərini təxmin etməyimiz, hətta daha da irəli gedərək intuisiya ilə bir neçə gündən sonra nəyin baş verəcəyini və şəxsin necə davranacağını bilməyimiz üçün bizim neyronlarımız var. Və bu neyronlar bizə imkan verir ki, qarşımızdakı insanın xarakterini, şəxsiyyətini, qərarlarını və hərəkətlərini bilək. Bunun birbaşa yazıçılığa dəxli var. Bu yaxınlarda bir serialda şəxsi həbs eləmişdilər və onun qatil olub-olmamasını iddia edən vəkil onunla görüşməyə israr elədi. Daxil oldu o istintaq aparılan otağa və biraz söhbətdən sonra əsnədi. O əsnəyən kimi qarşıdakı cinayətdə ittiham olunan adam əsnədi və vəkil həmin otaqdan çıxıb dedi ki, o qatil deyil. Vəkilin güzgü neyronlarına xəbəri var idi ki, yazıçının güzgü neyronlarına xəbəri var idi və yazıçı bununla deyir ki, əsnəmə empatiyanın göstəricisidir. Əgər qarşınızdakı adam siz əsnəyən zaman sizin əsnəmənizə reaksiya verirsə, o kifayət qədər insancıl və empatiyası yüksək adamdır. Bu adamlar qatil ola bilmirlər.